Və sonra müəllif qiyamət günü ilə əlaqəli növbəti bir məsələni, daha doğrusu sonuncu bir məsələni qeyd edir. O da cəhənnəm üzərində qurulan sırat körpüsünə iman məsələsidir. Və buyurur ki, وَالْإِيمَانُ بِالصِّرَاطِ عَلَى cəhənnəm. Və həmçinin cəhənnəm üzərində qurulan sırat, yəni körpüyə iman etmək. Bu da əhl-i sünnənin əqidə əsaslarından birisidir. Və fikir verin, müəllif tərtibatla götürsək, sırat məsələsini qiyamət günü ilə əlaqəli qeyd etdiyi məsələlərin ən sonunda zikr edir. Ondan qabaq zikirlədi hovuzu və ya mizanı. Düzdür, hovuz birinci olacaq, yoxsa mizan, bu ixtilaflıdır. Müəllifin tərtibatında birinci mizan gəldi, ədalət tərəziləri və sonra hovuz gəldi. Bəzi alimlər isə deyiblər ki, hovuz mizandan qabaqdır və bəzi alimlər deyiblər ki, sonradır və müəllif də bu rəydədir. Lakin hamısı ittifaq edib ki, ən sonuncu mərhələ sıratdır. Çünki bu doğrudan da sonuncu mərhələdir. Artıq bu elə bir mərhələdir ki, əməl dəftərləri açılıb, paylanılıb, insanların əməlləri, əməl dəftərləri mizanda çəkilib, belə desək, haqq hesab bitib və sonuncu mərhələdir. Cənnətə gedəcək sonuncu yoldur. Elə bir yoldur ki, cəhənnəm üzərində qurulub. Yəni, cənnətə gedən cəhənnəm üzərindən keçib gedir. Və bu hallar ki var, bu qiyamət günü ilə əlaqəli hallar, bunlar bir gündə, 5 gündə, 1 ildə, 5 ildə olası şeylər deyil. Bunların hamısı özü özlüyündə, yəni ayrıca bir aləmdir, ayrıca bir həyatdır. Təsəvvür edin, dünya həyatı bunların içərisində vaxt cəhətdən ən az yox, ən cılız olanıdır. Çünki ən az desək, dünya həyatını şirtmiş oluruq. Ən cılız olanıdır. Bir dənə adi müqayisə edin. Hələm hesab başlamayıb. İnsanlar qəbirlərindən çıxıb. Hamı gözlərini səmaya dikib. Haqq hesab başlasın deyə 40 il gözləyəcəklər. Sadəcə olaraq hesabın başlaması üçün. Əgər hesabın başlaması üçün 40 il gözləniləcəksə, görün hesab necə olacaq? Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm buyurursa ki, mənim ümmətimdən cənnətə gedəcək, cənnətə haqq qazanacaq kasıblar, zənginlərdən yarım gün tez cənnətə girəcəklər. Və sahabələr soruşanda ki, ey Allahın Rasulü, yarım gün dedi ki, 500 il. Çünki bir gün 1000 ildir. Yəni bu mərhələlər ki var, biz oxuyuruq, hərəsi barədə 10 dəqiqə, 15 dəqiqə, bəzi ayələri, hədisləri zikr edirik. Bunlar hərəsi özü özlüyündə bir aləmdir. Və o sıxıntı ki var, hələm hesab başlamamışdan qabaq, o elə bir sıxıntı olacaq ki, insan hesabın başlamasını təmənni edəcək. Necə bayaq qeyd elədik, bayaqki mövzularda. Və insan elə zənn edəcək ki, hesabın başlamasıyla bu sıxıntıdan qurtulacaq. Çünki o məqamda, o anda düşündüyü nə olacaq? İçində olduğu o sıxıntıdan qurtulmaq. Lakin anlamayacaq ki, o sıxıntıdan çıxmağıyla daha böyük dəhşətin içərisinə gedir. O da nədir? Hesabın başlaması. Və haqq hesab bitəndən sonra ən böyük sıxıntı gəlir. O da nədir? Sırat üzərindən keçmək. Çünki bu elə bir yoldur ki, cəhənnəm üzərindən keçiləsi yoldur. Ona görə Ənəs ibn Məlik Peyğəmbər sallallahu aleyhi və səlləmə deyəndə ki, ey Allahın Rasulü, qiyamət günü sənin şəfaətini
harda tələb edim? Allah Resulü Aleyhisselatü Vesselam dedi ki, sıratın üzərində. Yəni, sıratın üzərində, sıratdan keçmək üçün, cəhənnəmə düşməmək üçün tələb olunan şəfaət, hesab meydanında və ya mizanda tələb olunan şəfaətdən qat-qat layiqlidir. Və ona görə Allah Azze və Cəllə Məryəm surəsi 71-ci ayədə buyurur ki, وَاِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا Sizdən hər kəs cəhənnəmə varid olacaq. Hər kəs. Ona görə təfsir imamları bu ayə barədə çox ixtilaf ediblər ki, bu ayənin mənası nədir? Kənə alə rabbikə hatmən məqdiyyə. Və Allah Azza və Cəllənin bu təyin etdiyi və mütləq baş verəcəyi bir şeydir. O da nə? Sizdən hər bir kəsin cəhənnəmə varid olması. Hər kəs cəhənnəmə varid olacaq. Və o rəylərdən birisi də budur ki, bu ayə sırat üzərindən keçməyə dəlalət edən ayələrdəndir. Çünki doğrudan da kafirlər, münafiqlər, möminlər fərqi yoxdur. Hər insan sırat üzərindən keçəndə o həqiqətdə həm də cəhənnəmə varid olacaq. Yəni cəhənnəmi görəcək. Çünki varid olmağın mənalarından birisi budur. İki mənası var əsas. Biri daxil olmaq, biri də görmək. Ona görə ayənin davamında uca Allah buyurur ki, ثُمَّ نُنَجِّ الَّذ۪ينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِم۪ينَ ف۪يهَا جِثِيَّ Və sonra biz təqva əhlini qurtaracaq, yəni cəhənnəmə düşməkdən, zalimları isə orada dizləri üstündə çökmüş vəziyyətdə tərk edib buraxacaq. Müəllif buyurur ki, وَالْاِيمَانُ بِالصِّرَاتِ عَلَى cəhənnəm Cəhənnəm üzərində qurulacaq körpüyə iman etmək. Əbu Səid Əl-Xudri radiyallahu anhu deyir ki, Bələğani ennəl cisr ədəqqu minəş-şə'ra və əhəddu minəs-seyf. Bəziləri bunu Peyğəmbərin hədisi olaraq zikr edirlər. Doğrusu budur ki, bu Əbu Səid Əl-Xudrinin sözüdür. Allah Rasulunun sözü olub olmama möhtəməldir, ehtimallıdır. Və bu hədis Müslimdə gəlir. Əbu Səid deyir ki, mənə çatana görə, mənə gəlib çatan xəbərə görə, indi Əbu Səid bunu əvvəlki kitablardan götürüb, ya Allah Rasulundan eşitdiyinə əsasən bunu deyir, buyurur ki, ennəl cisr ədəqqu minəş-şə'ra və əhəddu minəs-seyf. Həmin o körpü, sırat körpüsü tükdən, qıldan daha nazik və qılıncdan daha iti olacaq. Bizim bu dünyada bildiyimiz körpülərdən olmayacaq. Yəni insanın ağlının belə təsəvvür etmədiyi bir körpü. Və müəllif buyurur ki, yəxudu siratu mən şə'allah. Sırat Allahın istədiklərini tutacaq. Və yəcuzu mən şə'allah. Və Allahın istədikləri o körpüdən keçəcək. Və yəsqutu fi cəhənnəmə mən şə'allah. Və Allahın istədikləri də o körpüdən cəhənnəmə düşəcək. Fikir verdiniz, hər üç cümlədə də nə qeyd elədi? Mən şə'allah, mən şə'allah, mən şə'allah. Allahın istədikləri. Allahın istədikləri. Niyə? Çünki cəhənnəm körpüsü üzərindən, sırat üzərindən keçmək, bu yalnız və yalnız Allahın izni və Allahın istəyi ilə olacaq. Çünki tükdən nazik, qılıncdan iti bir körpünü insan bu dünyada əslən körpü olaraq təsəvvür edə bilmir. Körpünün özünü. Qaldı ki, onun üzərindən keçməyi necə təsəvvürləsin? Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, haqq hesab bitəndən sonra ثُمَّ يُدْرَبُ الْجِسِرِ عَلَى cəhənnəm. Cəhənnəm üzərində körpü qurulacaq. Və təhillu şəfa'a və artıq şəfaətə icazə veriləcək. Və yəqulun Allahümmə səllim, səllim və deyəcəklər ki, Peyğəmbərlər hamısı dua edərək deyəcəklər ki, Allahım xilas et, Allahım xilas et. Hər bir Peyğəmbər öz ümməti üçün. Və bir hədisdə gəlir ki, öz ümmətini ilk sıratdan keçirən Allah Rasulü sallallahu aleyhi və səlləm olacaq.
Qilə ya Rasulallah və məl cisir. Sahabələr soruşdular ki, ey Allahın Rəsulu, o körpü nədir? O körpü necə olacaq? Və sonra Allah Rəsulu həmin sıratı vəsf edir. Buyurur ki, dahd. Dahd, yəni o elə bir körpüdür ki, ayaqların sabit qalmadığı, hər bir ayağın büdrədiyi, ayaqların sürüşdüyü bir yerdir. Fihi xatatif, elə bir körpüdür ki, onun üzərində dəmirdən çəngəllər və kələlib və qarmaqlar və həsək və dəmir tikanlar olacaq. Və sonra Allah Rəsulü buyurur ki, siz həmin o dəmir tikanları Nəciddə görürsünüz. Nəcid torpaqlarında yetişən bir ağac var. O ağaca sədən deyilir. Onun budaqları üstündə balaca çoxlu tikanlar var. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, bax bir növ həmin o sədən ağacına oxşayacaq. Fəyəmurrul mu'minun kəttarfil ayn. Və bəzi möminlər o sıratın üzərindən bir göz qırpımında keçəcəklər. Və bəziləri kəlbarq, şimşək kimi. Kərrih, bəziləri külək surətində, bəziləri uçan quş kimi, bəziləri adi atlı və bəziləri də cins at üzərində qaçan adam kimi. Və bir rəvayətdə gəlir ki, və bəziləri sıratın üzərindən sürünə keçəcək. Fənəcin musəlləm. Və sıratın üzərindən keçən insanlardan bəziləri heç bir əzaba məruz qalmadan keçəcək. Bəziləri məxduşun mursəl. Ətləri didi olacaq. Lakin keçəcəklər. Və bunlara qiyamət günü veriləsi son əzab bu olacaq. Sırat üzərində. Hətta cənnətə tam təmizlənmiş halda girəcəklər və bəziləri də məqdusun fi nəri cəhənnəm. Və bəziləri də cəhənnəm oduna düşən insanlar. Və sonra müəllif rahmehullah buyurur ki, وَلَهُمْ أَنْوَارٌ عَلَى قَدْرِ إِيمَانِهِمْ. Və sırat üzərindən keçənlərin imanları miqdarında nurları olacaq. Yəni əslində insanı sırat üzərindən keçirən nə olacaq? Onun imanı, onun əməlləri. وَلَهُمْ أَنْوَارٌ عَلَى قَدْرِ إِيمَانِهِمْ. Müəllif buyurur ki, cəhənnəm üzərindən keçən hər kəsin imanı miqdarında nuru olacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, və onlara öz əməllərinin miqdarında onlara nur veriləcək. Və bəzilərinin nuru əzəmətli bir dağ boyda olacaq və o nurun önündə, o ışığın önündə sıratın üzərindən keçib gedəcəklər. Və bəzilərinin nuru bundan az olacaq. Bəzilərinin nuru, ışığı bundan çox olacaq. Və Allah Resulü aleyhissalatü vesselam buyurur ki, və özünə ən az verilən nur o kəs olacaq ki, ayağının baş barmağından ışıq saçacaq. Bəzən yanacaq, bəzən sönəcək. Yananda yürüyəcək, sönəndə duracaq. Və təbii ki, hər durduqda da o sıratın üzərində olan o əzablara məruz qalacaq. Allah bilir, ya keçənlərdən olacaq, ya da ki, cəhənnəmə düşənlərdən. Və İmam Buxari və Müslimin rəvat etdiyi başqa hədisdə Allah Resulü aleyhissalatü vesselam buyurur ki, və yu'ta kulli insanin minhum nuran. Münafiq əv mümin. Hər bir insana nur veriləcək. Və bu Quranda da zikr olunur. Hər bir insana, mömin olsun və ya münafiq, nur veriləcək.
Və hər kəs öz nuruna, ona verilən işığa tabi olub sıratdan keçmək istəyəcək. Hansı ki, sıratın üzərində qarmaqlar və dəmir tikanlar olacaq. Təxuzu mən şəə Allah və Allahın istədiyi insanları tutacaqlar. Sümmə yudfəu nurul münafiqin. Və sonra, baxın, sual verilə bilərdi ki, bəs münafiqlərə o nurun verilməsində məqsəd nədir? Onlar heç birisi hikmətsiz olmayacaq, səbəbsiz. Çünki münafiqlər bu dünyada zahirən İslamı, imanı izhar edənlər deyil, həmin o izhar etdikləri imana görə bu dünyada izhar etdikləri İslam, bu dünyada izhar etdikləri iman qiyamət günü nur kimi onlara veriləcək. Lakin həmin nifaqın cəzası olaraq sıratın üzərində o işıq sönəcək. Sümmə yudfəu nurul münafiqin. Sonra münafiqlərin nuru sönəcək və ayədə gəlir ki, bayaq zikr etmək istədiyim ayə, unzuruna naqtabis min nurikum. Allah Azze ve Celle buyurur ki, münafiqlər möminlərə deyəcəklər ki, bizi gözləyin, sizin nurunuzdan götürək. Bu hətta Qur'anda zikr olunur. Və sümmə yencul müminun. Və sonra öz nurları ilə möminlər həmin körpüdən keçib nəzat tapanlardan olacaqlar. Və bu da müəllifin qiyamət günü ilə əlaqəli zikr etdiyi sonuncu məsələdir. Və doğrusunu Allah bilir. Dua edirəm ki, Allah Azze ve Celle bizi eşidib fayda götürən qullarından etsin. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.